Siz razılaşarsınız son dönemdə xəyanətlərin sayı çoxalıb? Onlar məsələ statistikada və araşdırmadan deyim. Amerikada qadınlar işə başlayandan sonra 1960-cı ildən sonra qadınların xəyanət faizi 15%-dən 52%-ə qalxdı. Kişilərlə bərabərləşdi. Qadın xəyanətinin 85%-i iş mühitində baş verir. Son araşdırmalar onu göstərir ki, xəyanət genetikdir. Gendən keçir. Əgər qızın anası gəziyən olubsa, ya da gəziyən milli olubsa, qız da elə olacaqdır. Əgər atası gəziyən olubsa, anasına bax, qızın al məsələsi düzdür. Bəli, bəli. Bizim əcdadlarımız statistikanı bilməsələr də, amma müdrikliklə buna gəlib çatıblar. Bu araşdırmanın nəticəsi nədir? Həm qadınlarda, həm kişilərdə bu xəyanə üstünlük hormonları vardır. Meyillilik. Nə baş verdi Amerikada? Niyə görməz 1960-cı ildən sonra qadınların xəyanəti kişilərə bərabərləşdi? Ona görə ki, onların xəyanət etmə imkanı bərabərləşdi. Əvvəlcə 60-cı ilə öncə bütün qadınlar adətən evdə otururdular və maksimum bir dənə poçtalyon görürdülər, ya da bir dənə santexnik görə bilirdilər də. O da 2-3 aydan bir. Onların xəyanət etmə imkanı yox idi. Lakin onların xəyanət etmə imkanı kişilərə çatandan sonra onlar da kişilər qədər xəyanət etməyə başladılar. Və bu təəssüfləndirici bir faktordur ki, hər ikinci qadın xəyanətə meyillidir və hər ikinci kişi xəyanətə meyillidir. Meyilli demək o deməkdir ki, bizdə eləyir. Xəyanət etmək hər zaman seçimdir.